Hazırda Nazirlər Kabinetinin tərkibində 32 qurum yer alır ki, onlardan 17-si Nazirlik, 8-i Dövlət Komitəsi, 7-si Dövlət Xidmətləridir. Nazirlər Kabinetinin tərkibində fəaliyyət göstərən nazirlik və qurumların rəhbərləri arasında vaxtilə müxtəlif sahələrdə çalışmış, eyni zamanda öz şəxsi biznesi olan məmurlar az deyil. Azxəbər.com yüksək vəzifə təyinatına qədər sahibkarlıq fəaliyyəti göstərmiş və müxtəlif şirkətlərə rəhbərlik edən nazirlərlə bağlı araşdırma aparıb. Fövqəladə Hallar Naziri Kəmaləddin Eydarov ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində biznes fəaliyyəti ilə məşğul olub. Mətbuata açıqlaması zamanı bunu inkar etməyən nazir bildirib ki, həmin şirkət M-Gilan adlanıb və əsasən Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərib. Təhsil naziri Ceyhun Bayramov Omni Hüquq şirkətinin rəhbəri olub. Nə az, nə çox, düz 11 il bu şirkətə rəhbərlik edən Ceyhun Bayramovun şirkəti bank və maliyyə qurumlarına hüquq xidmətləri göstərib. Gənclər və İdman naziri Azad Rəhimov İtal Dizayn şirkətinin baş direktoru olub. Bu şirkət Avropa istehsalı olan mebellərin idxal və satışı ilə məşğul olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samin Nuriyev müxtəlif özəl şirkətlərdə yüksək vəzifələr tutub. Marketinq araşdırmalar aparan şirkətə rəhbərlik edib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli özəl səhiyyə sektorunda tanınmış sima olub. Paytaxtdakı Nəbiz Tibb Mərkəzinin və Medex Enerjinin baş direktoru işləyib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Paşa İnşaat və Bakı Dəmir Beton Səkki şirkətlərinin baş direktoru işləyib. Biznes sahəsində böyük təcrübəyə malik agentlik rəhbərinin son iş yeri Milli Turizm Təbliğat Bürosu direktoru vəzifəsi olub. Qeyd edək ki, nazirlərin adı çəkilən fəaliyyətləri haqda rəsmi Wikipedia səhifələrində və mətbuatda məlumat yer alıb.